sal Elm və Təhsil Nazirliyi sertifikasiya imtahanı keçirir. Bəli. Bu imtahan o kadar değerli bir, həqiqətən də çox lazımlı və değerli bir imtahandır. Bu imtahanı tərifləməyənlər sertifikasiya imtahanında hər hansı bir negativ bir yeri tutup onu tənqid etməyə çalışır və bunu paylaşmağa, yaymağa çalışır. Və yaxud da olimpiyadada, Elm və Təhsil Nazirliyinin olimpiyadalarda, beynəlxalq olimpiyadalarda nailiyyətlərinin hamısını təqdim etmir, bir uğursuzluğu tapıb oradan başlayır vurmağa. Oradan başlayır artıq anti-təbliğat aparmağa və yaxud da paylaşımlar etməyə. Əslində burada əlbəttə medianın da çox böyük rolu var. Yəni biz müsbəti daha çox günlərlə təbliğ etsək, mənfini amma günlərlə təbliğ edirik. Müsbəti günlərlə təbliğ etsək, müsbət davranışları, müsbət nailiyyətləri günlərlə təbliğ etsək, bu məncə cəmiyyətdə də müəyyən qədər müsbətə doğru istiqamətlənməni həyata keçirəcək. Amma çox təəssüf olsun ki, sadəcə söhbət mətbuatdan gelmir. Yəni fərdi olaraq sosial şəbəkələrimizdə, müəllimik sosial şəbəkələrimizdə və yaxud da psixoloq sosial şəbəkələrimizdə müsbətləri görüb Elm və Təhsil Nazirliyi hər hansı bir nailiyyəti paylaşır. Biz də paylaşaq onu. Bizim qrupumuz varsa biz də qruplarımızda paylaşaq.